Bakıda yaşanması üçün ən yaxşı 10 yer hansılardır? Bakı hər kəsin sevdiyi, amma bəzən də dözməkdə çətinlik çəkdiyi şəhərdir. Burada elə yerlər var ki, günün istənilən saatı səs-küydən, tıxacdan, tozdan tərpənmək olmur. Amma bir də elə ərazilər var ki, həm havası, həm infrastrukturu, sakitliyi, həm də təhlükəsizliklə yaşamaq üçün ideal sayılır. Bu dəfə yerin qulağında Bakıda yaşamaq üçün ən yaxşı 10 yeri seçdik. Bu siyahı yalnız gözəlliyə görə deyil. Tıxac, hava keyfiyyəti, səs səviyyəsi, kriminal göstəricilər, mənzil və torpaq qiymətləri, həmçinin əhalinin mədəni səviyyəsi və yaşayış rahatlığı nəzərə alınaraq hazırlanıb. Ötən dəfə Bakıda yaşamaq üçün ən pis 10 yeri etmişdim. Çox ciddi rəylər yazıldı. Ona görə də bu dəfə ən yaxşı 10 yeri hazırlamaq qərarı aldıq. Bakıda yaşamaq təkcə ev seçmək deyil, həyat tərzini seçməkdir. Kimisi sakitliyi, kimisi rahatlığı, kimisi də mərkəzi sevir. Amma bu 10 ərazi həm komfort, həm təhlükəsizlik, həm də keyfiyyətli mühit axtaranlar üçün Bakının ən ideal ünvanları sayılır. Videomuza keçməzdən öncə kanala abunə olmağı unutmayın. Sizin dəstəyiniz bizim üçün önəmlidir. 10-cu yerdə Buzovna gəlir. Bakının şimal-şərq hissəsində yerləşən Buzovna həm qədimliyi, həm də müasir dövrdə dinc ailə həyatı üçün seçilən ərazidir. Əhalisi 40 min nəfərdir. Buzovna özünün qədim tarixi memarlıq abidələri ilə də zəngindir. Kənddə ən qədim qəbristanlıq Hun qəbristanlığıdır. Şəhərin səs-küyündən uzaqlığı və nisbətən ucuz torpaq qiymətləri onu xüsusilə orta gəlirli ailələr üçün cəlb edici edir. Ən önəmlisi, tıxac problemi çox azdır. Hər gün mərkəzi ərazilərə gedib gəlmək bir qədər vaxt aparsa da, sakinlər bunun əvəzində sakitlik və təmiz hava qazanırlar. Digər üstün tərəf isə dəniz sahili olmasıdır. İnsanlar şəhərdən ora yayda saatlarla yol qət edərkən, Buzovna sakinləri piyada gedirlər dənizə istirahət etməyə. 9-cu yer Nəsimi metrosu ətrafı 9-cu mikrorayon. Bu ərazi həm mərkəzə yaxınlığı, həm də köhnə tikililərlə yeni binaların harmoniyası ilə fərqlənir. Burada kommunikasiya sistemi, marketlər, xəstəxanalar və nəqliyyat əlçatanlığı yüksək səviyyədədir. Əhali baxımından sakit, kriminal hadisələrin az baş verdiyi bir zonadır. Ev qiymətləri nisbətən bahadır, amma lokasiyanın rahatlığı buna dəyər. Metro ətrafında geniş park, göz xəstəxanası, məscid yerləşir. Tıxacların çox az olduğu ərazilərdəndir. Əsas yolda tıxac olanda isə insanlar ətraf, ara məhəllə yollarından istifadə edirlər. Məhəllələr isə çox sakit, təmizliyi ilə seçilir. 8-ci yerdə Razin Bakıxanov gəlir. Sovet dövründən qalan nizamlı planlaşdırma, geniş küçələr və yaşıl sahələr Bakıxanovu fərqləndirir. Bakıxanov qəsəbəsi Bakı şəhəri Sabunçu rayonunda yerləşir. Bura həm ailələr, həm də yaşlı nəsil üçün çox uyğundur. Qarayev prospektinə, şəhər mərkəzinə çıxış rahatdır. Bakıxanovda kriminal göstəricilər aşağı, infrastruktur isə yüksək səviyyədədir. Eyni zamanda yaşıllıq ərazinin çoxluğu ilə seçilir. Sakitliyi ilə seçilir. Nəqliyyat baxımından da əlçatandır. Hər yerə müntəzəm avtobuslar işləyir. Əhalisi 100 min nəfərdən çoxdur. Son dövrlər məskunlaşma artıb həmin ərazidə. 7-ci yer 7 və 8-ci mikrorayonlar. Əsl Bakı həyatının mərkəzi hesab edilən bu mikrorayonlar balanslı yaşayış zonası sayılır. Burada təhlükəsizlik, məktəblərin yaxınlığı, nəqliyyat rahatlığı və dostluq mühiti ön plandadır. Qiymətlər bir qədər yüksək olsa da, köhnə binalarda münasib kirayələr tapmaq mümkündür. Əhalinin sosial kontingenti sabit, mühafizəkar və sakitdir. Xüsusən 7-ci mikrorayon ərazisi seçilir. Dərnəgül Azadlıq metrosu ətraflarıdır. Dərnəgül ən sakit ərazilərdən biri sayılır. Tıxac yox, parklar çoxdur. 6-cı yerdə Qara Qarayev gəlir. Qara Qarayev həm mənzil bolluğu, həm də kommersiya zonası kimi seçilir. Buranın əsas üstünlüyü metro və yolların genişliyidir. Tıxac məsələsi nisbətən nəzarətdədir. Parking imkanları da pis deyil. Burada torpaq qiymətləri artmaqda olsa da, yaşayış binalarının müxtəliflik seçimi asanlaşdırır. Qarayevdə universitet yox, dövlət müəssisələri çox azdır. Bu da orada sakitliyə səbəb olur. Ağacların çoxluğu ilə seçilir. Eyni zamanda infrastruktur. Olimpiya stadionuna piyada getmək olur. Nerede kalmadı cennet, şüralanı kıyamet, Abşeron'u torpağı, otları diyarı. 5-ci yer Şüvəlan. Bakıdakı ən yaşıl qəsəbələrdən biridir.
Burada yaşıllıq massivləri, dəniz havası və ən az tikinti sıxlığı sayəsində real istirahət atmosferi hiss olunur. Ev və torpaq qiymətləri son ilə qalxsa da havasına və sakitliyinə görə dəyər. Ən çox ailəvi istirahət və bağ evi məqsədi ilə alınan torpaqlar burada yerləşir. Əhali sayı 30 min nəfərdən çoxdur. Şüvalanda dəniz kənarı çimərliklər üçün olduqca əlverişlidir. Farsça şiv sözünün mənası eniş, lan isə məkan deməkdir. Şüvalan şəhərin ən yaşıl ərazilər sayılır. Ən çox yaşıllıq massivi olan ərazilərdir. Havası da təmizdir. 4-cü yerdə Mərdəkan gəlir. Mərdəkan təkcə Bakının deyil, bütün Abşeronun ən elit məkanlarından biridir. Burada yaşıllıqlar, köhnə villalar, müasir bağ evləri, həmçinin yüksək təhlükəsizlik ön plandadır. Şəhərin səsindən uzaq, amma dənizə yaxın olan bu ərazidə hava təmiz, ətraf sakit, yaşayış səviyyəsi yüksəkdir. Mərdəkanın adı Mərdlər məkanı kimi tərcümə olunur. Əhalisi 40 min nəfərə yaxındır. Xəzər rayonunun inzibati ərazi vahidində qəsəbədir. Ümumiyyətlə Xəzər rayonu Bakının yaşamaq üçün ən yaxşı rayonlarından biridir. Mərdəkanın şəhərsalma quruluşu 4 funksional zonadan ibarət olmaqla inkişaf edib. Yaşayış zonası, ictimai mərkəz, əkin sahələri, bağlar zonası. 3-cü yer Gənclik, Ayna Sultanova ərazisi. Buranı seçənlərin əsas səbəbi mərkəzə yaxınlıq və hər şeyin əl altında olmasıdır. Burada böyük ticarət mərkəzləri, parklar, məktəblər və metro hamısı bir addımlıqdadır. Ev qiymətləri yüksəkdir, amma komfort və infrastruktur bu qiymətə uyğun gəlir. Əhali profili təhsilli və sabit gəlirli təbəqədən ibarətdir. Parkları sakitlik, təmiz havası ilə seçilir. Kriminal səs-küy baxımından da çox uyğundur. Yəni insanlar gecə saat 12-1-də də rahat şəkildə gəzintiyə çıxır, asudə vaxtlarını səmərəli keçirirlər. Kofe yerləri, restoranlar, əyləncə mərkəzləri çoxluq təşkil edir. 2-ci yerdə Badamdar gəlir. Badamdar deyəndə ilk ağla təmiz hava gəlir. Son illərdə sürətlə inkişaf edən Badamdar artıq yeni yasamal rolunu üstlənib, amma daha səssiz və təmizdir. Burada yollar geniş, havanın keyfiyyəti yüksək, təhlükəsizlik səviyyəsi çox yaxşıdır. Mənzil və torpaq qiymətləri yüksək olsa da, mövqeyinə görə tam əsaslıdır. Dənizə panoramalı mənzərələr və müasir villalar bu ərazini seçilən edir. Şəhərin cənubunda yüksəkdə yerləşən Badamdar qəsəbəsi vaxtilə məşhur yayla olub. Bakıdakı kənd və məskən yerlərin adları əksərən fars sözləri ilə düzəldiyindən Badamdar da farsça badam olan yer deməkdir. Və 1-ci yer, Bakının yaşamaq üçün ən yaxşı yeri, Elmlər. Buranı bir növ Bakının elit mərkəzi adlandırmaq olar. Elmlər həm mədəni, mühit, həm təhlükəsizlik, həm də hər şeyə yaxınlıq baxımından 1-ci yerdədir. Metro, məktəb, park, restoran, hər şey bir-birinə yaxındır. Burada səs-küy və tıxac olsa da, yaşayış səviyyəsi və mühitin keyfiyyəti bunların hamısını balanslaşdırır. Ev qiymətləri çox yüksəkdir, amma əhalinin kontingenti, təhlükəsizlik səviyyəsi və komfort baxımından şəhərin ən dəyərlisidir. Elmlər metrosu ətrafında 6 universitet, 5 institut, çox sayda dövlət qurumu və texnikumlar yerləşir. Videomuzu bəyəndinizsə kanala abunə olmağı və rəy yazmağı unutmayın.